2024-cü il Azərbaycan üçün çox önəmli il kimi yadda qalacaq. Çünki bu il noyabr ayının 11-dən 22-sinədək dünyanın ən iri miqyaslı tədbirlərindən biri BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası, yəni COP29 Bakıda keçirilir. Belə ki, planetimizi, insanlığın gələcəyini təhlükə altına salan iqlim dəyişməsinin həlli yolları məhz Bakıda müzakirə olunur. Təxminən 80 minə yaxın xarici qonaq Bakıya gəlmək üçün qeydiyyatdan keçib. 80-dən çox prezident, hökumət başçısı, rəsmi nümayəndələr bu tədbirə qatılıb. Burada mühüm məqam odur ki, 2 həftəyə yaxın davam edəcək tədbirdə Respublikamızın həm COP29-a ev sahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə dinamik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət kimi adını təsdiqləyəcək. Ümumiyyətlə, ölkəmizin COP29-a ev sahibliyi etməsi Respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır. Baş verən proseslərə müşahidəçi yox, iştirakçı kimi qoşulduğumuzu dünyaya bir daha nümayiş etdiririk. Əlbəttə, bununla bağlı məsuliyyətli məsələləri də Azərbaycan uğurla həll etməyə qadirdir. Yerli və beynəlxalq ekspertlər tərəfindən ölkəmizin COP29-a ev sahibliyi bu ilin ən mühüm tarixi hadisəsi və Respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi, eyni zamanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqi olaraq qiymətləndirilir. Azərbaycan COP29-a ev sahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliyi ilə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, Respublikamızın artıq yaşıl enerji iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib. Azərbaycan hələ 2004-cü ildə Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramını qəbul edib. Əlbəttə, dövlət proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Bugün bəşəriyyətin qlobal iqlim dəyişikliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, Yaşıl Dünya ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Yeri gəlmişkən, Azərbaycan Yaşıl Dünyaya inteqrasiya prosesində çox ciddi addımlar atmaqdadır. Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzur və Naxçıvanı yaşıl enerji zonaları elan edib. Konkret olaraq Naxçıvanın bu sahədəki imkanlarını qeyd etməli olsaq, deməliyik ki, Muxtar Respublikada həm günəş və külək, həm də su elektrik stansiyalarının inşası üçün böyük potensial var. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında ümumi qoyuluş gücü 244,8 meqavat olan 2 istilik elektrik stansiyası və 5 su elektrik stansiyası, 3 günəş elektrik stansiyası, 1 külək günəş hibrid elektrik stansiyası, 1 külək elektrik stansiyası var. Bu stansiyalardan 11 ədədi müstəqillik illərində tikilib istismara verilmişdi. 2006-cı ildə 87 meqavat gücündə Naxçıvan modul elektrik stansiyası, həmin ildə Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Gilançay üzərində 20 meqavat gücündə Biləv su elektrik stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə Arpaçay 1 və 1,4 meqavat gücündə Arpaçay 2 su elektrik stansiyaları istismara verilib. Əlverişli coğrafi mövqe və iqlim şəraiti Muxtar Respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən Muxtar Respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə tövhə verən əsas amillərdən biridir. 2015-ci ilin dekabr ayında Babək rayonunun Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdi. 2017-ci ilin sentyabr ayında stansiyanın gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdı. Naxçıvan Günəş Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının Babək rayon Xalxal kənd ərazisində qurulmuşdur. Ümumi ərazisi 35 hektardır. Naxçıvan Günəş Elektrik Stansiyası 2015-ci ildə Cənab Prezident İlham Əliyevin öz iştirakı ilə istifadəyə verilmişdir. Naxçıvan Günəş Elektrik Stansiyasında 86.383 ədəd 255 kilovatlıq günəş panelləri istifadə edilmişdir. Bu günəş panelləri şüşə tipli polikristal olaraq istehsal edilmişdir. Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı proqramına əsasən 2019-cu ilin fevral ayının 22-sində Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilmişdi. 2020-ci ilin iyul ayının 8-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılmışdı. Naxçıvan Muxtar Respublikasında gücü 39,4 meqavat olan 3 günəş elektrik stansiyası, 1 külək günəş hibrid elektrik stansiyası və 1 külək elektrik stansiyası fəaliyyət göstərir. Həmçinin gücü 68,4 meqavat olan 5 su elektrik stansiyası fəaliyyət göstərir. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında ümumi elektrik enerjisinin 55%-i yaşıl enerjinin hesabına ödənilir. Hətta biz Muxtar Respublikada 11 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən atmosferə buraxılan karbon emissiyasını yaşıl enerjidən istifadə edərək sıfıra endirmişik. Yəni biz deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında ümumi generasiya gücümüz 244,8 meqavatdırsa, bu gücün 107,8 meqavatı alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür ki, daha çox payız və qış aylarında biz karbon emissiyasını sıfıra endirə bilirik. Biz bilirik ki, Naxçıvan Muxtar Respublikasının kifayət qədər yaşıl enerji potensialı var və xarici investorların da Naxçıvan Muxtar Respublikası diqqətini çəkir. Artıq bir neçə dünyanın nəhəng enerji şirkətlərindən Mastar, Nobel Enerji, Çexiya Respublikasının şirkətləri, Türkiyənin müəyyən şirkətləri, Almaniyanın Notus şirkəti Naxçıvanda günəş və külək elektrik stansiyaları qurmağı niyyət eləyirlər, planlaşdırırlar. Və artıq bu investorların bir neçəsi ilə də görüşlər keçirilibdir. Buna da səbəb Naxçıvan Muxtar Respublikasında günəşli günlərin sayının çox olmasıdır. Hətta biz müəyyənləşdirmişik ki, 1 hektar sahədə 0,6 meqavat gücündə günəş panelləri quraşdırmaq olar. Yəni, mən qeyd edeyim ki, artıq dövlət özəl tərəfdaşlığı çərçivəsində Naxçıvanda günəş və külək elektrik stansiyalarının qurulması üçün 7992 hektar sahə müəyyənləşibdir. Naxçıvanda mövcud potensial günəş və külək üzrə 1500 meqavatdır ki, biz gələcəkdə bunu 1500 meqavata çatdırmağı planlaşdırırıq. Hətta bu 1500 meqavat enerjinin 1000 meqavatını gələcəkdə Türkiyə üzərindən Avropaya çıxartmaq da mümkün ola bilər. 2021-ci ilin may ayının 26-sında Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilmişdi. 2022-ci ilin may ayının 5-də stansiyanın gücü 3 meqavat artırılaraq 8 meqavata, 2023-cü ilin iyun ayının 2-sində stansiyanın gücü daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılmışdı. Minlərlə günəş panelinin bir yerdə cəmləşdiyi 22 meqavat gücündə istismara verilən Naxçıvan Günəş Elektrik Stansiyasını Qafqazın ən böyük alternativ enerji mənbələrindən biri hesab edirlər. Bugün Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Azərbaycan və Türkiyə prezidentlərinin ötən il sentyabrın 25-də Naxçıvanda görüşündə cənab İlham Əliyevin bildirdiyi kimi, Naxçıvanın qazı, nefti olmasa da günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var.
2024-cü il Azərbaycanın həyatında daha bir yeniliklərə imza atdığı il oldu. Belə ki, bu il Yaşıl Dünya naminə həmrəylik ili elan olunması ilə bağlı BMT-nin iqlim dəyişiklikləri üzrə COP29 tərəflər konvensiyası Azərbaycanda keçiriləcək və eyni zamanda Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq qeyri-neft sektorunda da inkişafı göz qabağındadır. Və Naxçıvanda bugün ən böyük günəş enerji stansiyalarındayıq və bu bərpa olunan alternativ enerji bir daha sübut edir ki, Azərbaycanda yaşıl enerji ilə bağlı aparılan fəaliyyətlər, eyni zamanda da iqlim dəyişiklikləri, qlobal istiləşmənin qarşısını almaq üçün bir çox addımlar atılır. Bəli, Naxçıvanın yaşıl enerji potensialı imkan verir ki, bura yaşıl iqtisadiyyata keçiddə önəmli rol oynasın və xarici sərmayəçiləri cəlb etsin. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq yaşıl enerjinin Naxçıvan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarılması ölkəmizin enerji prioritetləri sırasındadır. Bu isə Naxçıvanın yaşıl dəhlizə çevrilməsində mühüm rol oynayacaq. Ötən ilin sentyabrında Naxçıvanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə 3-cü enerji forumu və Naxçıvan Yaşıl Enerji Zonası beynəlxalq konfransının keçirilməsi də yaxın gələcəkdə bu istiqamətdə mühüm addımların atılacağını göstərir. Sözsüz ki, bu addımlar yaşıl enerji zonası elan edilən Naxçıvan Muxtar Respublikasının əlverişli günəş radiasiyasına və yüksək bərpa olunan enerji potensialına malik olmasını bir daha sübut edir. Bu isə ekoloji cəhətdən daha sağlam və iqtisadi cəhətdən daha çox gəlirli sayılacaq bir gələcək vədidir. Bu baxımdan Naxçıvan COP29 kimi mühüm beynəlxalq iqlim müzakirələri sammitində Azərbaycanın ən perspektivli yaşıl enerji resurslarını cəmləşdiyi məkan kimi diqqəti cəlb edəcək. Əlbəttə, Azərbaycanın Naxçıvanla yanaşı Şərqi Zəngəzur və Qarabağ bölgələrində yaşıl enerji zonalarının yaradılması və inkişaf etdirilməsi bütövlükdə Azərbaycanın yaşıl dünyaya inteqrasiyasında yaşıl iqtisadiyyata keçid prosesinə təkan verəcək. Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə sözügedən ərazilərdə 10 gigavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin məlumatına görə Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 megavatdan daha çox günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı ilkin proqnozlara görə Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2000 megavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geoterminal enerji mənbələrindən yaşıl enerji kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyaları inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpa olunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Perspektiv layihələr də nəzərə alınarsa, işğaldan azad olunan rayonların ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri ümumilikdə 1100 megavat təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 megavat proqnozlaşdırılır ki, bu da icra olunacaq yaşıl enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun tam olaraq yaşıl enerji ilə təmin ediləcəyi deməkdir. Bugün Qarabağ və Şərqi Zəngəzur xalis sıfır karbon emissiyalı regiona çevrilir və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına gerçəkləşdirilir. Prezident İlham Əliyevin işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək barədə tapşırıqlarına əsasən Azərenerji Açıq Səhmdar Cəmiyyəti ümumi gücü 37,5 megavat olan 6 kiçik su elektrik stansiyasının tikintisinə başlayıb.
Bu su elektrik stansiyalarının 2015-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulub. Həmin stansiyalarda ümumilikdə 110 milyon kilovat saatdan çox elektrik enerjisi istehsal ediləcək ki, nəticədə 24 milyon kubmetrdən çox təbii qaza qənaət olunacaq, həmçinin 44 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 meqavat olan 32 su elektrik stansiyası istismara verilib və bu günədək 492 milyon kilovat saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub. 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb. Müasir dünyamızda günəş və külək enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunduğundan, bu enerji növlərindən elektrik enerjisi əldə etmək məqsədi ilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə etmək söhbət açdığımız bölgələrimiz üçün prioritetə çevrilib. Məhz buna görə də günəş və külək enerji istehsalını yaratmaq üçün bu sahəyə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. İstər Naxçıvanda, istərsə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gələcək naminə icra olunan layihələr içərisində alternativ və bərpa edilən enerji mənbələrindən istifadə mühüm yer tutur. Bəli, bugün Bakıda keçirilən COP29 tədbirləri dünyamızın xilası, insanlığın gələcəkdə etibarlı əllərə ötürülməsi və bəşəriyyəti narahat edən iqlim dəyişmələrinin əngəllənməsi məramına xidmət edir. Sevindirici haldır ki, bizim ölkəmiz də ümumbəşəri problemlərin həllinə doğru atılan addımlarda fəal iştirak edir. Dünyanın gələcəyinin daha sağlam təməllər üzərində qurulmasına doğru BMT-nin bu nəcib missiyasında fəal iştirak edir. Eyni zamanda öz daxili resurslarını bu istiqamətdə inkişaf etdirmək üçün böyük əmək sərf edir. Beləliklə, hər bir ölkənin bu missiyada rol alması dünyamıza təbiətin ecazkar nemətlərinin daha çox qorunduğu, insan geni fondunun daha az istismar edildiyi yaşıl gələcək vəd edir. Bunun üçünsə yalnız istək yetərlidir. Əsas odur ki, insanlar birləşərək bunu istəsin. Belə olarsa, insanların birgə istəyi və əməyi ilə yaradılan yaşıl dünyamıza keçid dövrü çox da uzun çəkməyəcək.